Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Həmişə olduğu kimi yenə də çox gözəl bir mənzillə sizin qarşınızdayam. Bu mənzildə nə görürsə hamısı qiymətə daxildir. Yeni təmirdən çıxıb və təmirdən də sonra yaşayış olmayıb. Bütün mebel və məişət texnikası ilə tam olaraq təmin olunub. Yerləşir İnqilabda, Tim Universitetin yaxınında. Yeni tikili binadır, tam hazır mənzildir. İndi mən mənzildə olan hər şeyi sizin nəzərinizə çatdıracağam. Başlayaq mənzilin giriş hissəsindən. Burada giriş qapımızı da görürsünüz. Daxil olduqda döşəmə İspan kafelidir və isti döşəmə ilə təchiz olunub. Sağ tərəfdə şkafımız yığılıb tam axıra kimi, yəni yuxarı hissədə şkafdır. Dərinliyi də tam olaraq ideal səviyyədədir. Əşyalarınızı rahatlıqla yerləşdirə bilərsiniz. Girişdən solda belə bir gözəl dresarımız var. Böyük güzgü yerləşdirilib, açarlıq, orta hissə şkafdır. Pufik, yəni çox gözəl dizaynı var mənzilin. İnşallah canlı baxanda da şahidi olacaqsınız. İşıqlandırmada spotlardan istifadə olunub ümumilikdə. Əlavə olaraq burada da yenə şkafımız var. Yəni bu ilə bağlı heç bir problem yoxdur. Bu isə mənzilin qonaq otağıdır. Kvadrat şəklində nəzər çatdırım. Yəni dar uzun otaq deyil. Əşyalar da tam olaraq rahatlıqla yerləşdirilir. Deməli burada nəyimiz var? Divanımız yerləşdirilir. Jurnalin arxasında tablomuz, bura işıqlar, gözəl lüstrumuz var mərkəzdə. TV stand burada yığılıb, aşağısı və sağ sol tərəfi şkafdır. Burada da aksesuarlar yerləşdirilib. Böyük ekran televizorumuz var. Kondisioner də var. Dediyim kimi mənzildə hər bir şey var. İstilisinin kombidir. Radiatorlarda hamısı quraşdırılmış vəziyyətdədir. Döşəməsi parketdir. Bu hissədə nəzər çatdırım ki, mənzil 2 otaqdan 3 otağa düzəlmədir. Mətbəx hissəsi buradadır. Qonaq otağından sürgülü şüşə qapı ilə ayrılır. Mətbəxin də ölçüsü kifayət qədər genişdir. Yəni ki, videodan da hiss edirsiniz. Təxmini 20-22 kvadrat olar. Yəni təxmin ölçünü nəzərə çatdırıram. Burada da döşəmə qranitdir. Üstü döşəmə ilə təchiz olunub. Mənzilin eyvanına mətbəxdən çıxış var və nəzər çatdırım ki, eyvan da isti döşəmə ilə təchiz olunub. Oranı gələcəkdə istəsəniz cam balkonla bağlaya da bilərsiniz. Geniş eyvanı var. Gözəl yeni mətbəx mebeliniz yığılıb. Görürsünüz 3 hissədən ibarətdir. Yuxarı hissələrdə şkafdır. Soyuducumuz, sobalar hamısı var. Üstü mərmərdə qaz peçi aspirator. Burada görürsünüz paltaryan, qabyan texnikalarda tam olaraq yerləşdirilib. Şkafların içərisini də göstərim. Dərinlik barədə ümumi təsəvvürünüz yaransın. Bir də tavan hissəni gözəl fərqliliklərdə lüstrumuz. Bu hissədə güzgüdən və mebel daraqlardan istifadə olunub. 4 nəfərlik masamız da yerləşdirilib burada. Və kondisioner də var. Keçək mən sizə göstərim. Digər otaqları burada otaqlara keçməzdən əvvəl mən sizə göstərim mənzilin sanitar qovşağını. Çox gözəl tərzdə təmir olunub. İçərisi də kifayət qədər genişdir. Buranı görürsünüz, burada vannamız var. Burada əşya qoymaq üçün yerlər nəzərə alınıb. Divar içi aksesuarlardan istifadə olunub. Hamısı tanınmış brend firmalara aiddir. Divar içi unitazımız yuxarı hissəsində də yenə əşya qoymaq üçün yerlərimiz var və burada təbii ki, isti döşəmə ilə təchiz olunub. Gözəl böyük moydadırımız var bu hissədə. Su şirka və burada divar içi bu hissədə istiliklə tam olaraq təchiz olunub. Buradan keçirik mənzilin əsas yataq otağına. Kifayət qədər geniş ölçüsü var, yəni 22-23 kvadrat ölçüsü var. Yəni təxmini ölçünü nəzərinizə çatdırıram. Burada bütün əşyalarla tam olaraq təmin olunub. Döşəməsi parketdir. Taxtımız qoyulub hazırdır. Arxa tərəfdə mebel daraqlar. Yenə burada da kondisionerimiz də var. Pərdə, lüstur, hər bir şey tam hazırdır. Əlavə olaraq sport güzgü işıqları da yerləşdirilib. Burada make-upımız var. Böyük güzgü yerləşdirilib. Və yataq otağın bu hissəsində şkafımız da yığılıb. Gəlin buranı da göstərim. Ona görə deyirəm, şkafla bağlı problem yoxdur. Əşyalarınızı tam rahat yerləşdirə biləcəksiniz. Kifayət qədər yer var. Keçək, mən sizə göstərim ikinci yataq otağını və sonra mənzilin məlumatlarını və qiymətini nəzərə çatdırırım. İkinci yataq otağına giriş buradandır. Görürsünüz, hiss olunmur. Gizli qapıdan istifadə olunub.
Və buradan da daxil oluruq ikinci yataq otağına. Digər yataq otağında olduğu kimi bütün mebellər var. Taxtımız. Bu hissədə yenə şkaf yığılıb. Yəni ümumi olaraq göstərim. Təkrara yol vermək üçün tavan hissəni də və TV stand, TV internet çıxışı burada nəzərə alınıb. Burada da yenə make-upımız, radiatorlar, hər bir şey hazırdır. Belə, mən demək olar ki, mənzildə olan hər şeyi sizin nəzərinizə çatdırdım. Məlumatlar deyim, yerləşir İnqilabda, Tibb Universitetinə yaxın ərazidə. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Ölçüsü 100 kvadratdır. 6-cı mərtəbədə yerləşir. Binanın da geniş həyəti, uşaqların oynaması üçün yerlər, yeraltı avtodayanacaq, yəni hər bir şərait var bu binada. Sənədlər də qaydasındadır, çıxarış, yəni kupça da var. Gördüyünüz şəkildə satılır, bütün mebel və texnika hamısı qiymətə daxildir və mənzilin start olaraq qiyməti 378.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.